Kaçırdım. Kardeş gözün başın aydın olsun. Gözü dolusu görəsiz. Bəri görün. Sağ ol. Analı, dədəli, babalı, nanalı. Sağlık olsun. Allah kömək olsun. Sağ ol. Borcu qisməti olmayanlar. Döndür aç edersin. Allah Sağ ol. Dediğin sağlığa. biz de çek ha özür dilerim. Çaytım. Sağ olun. Memnun olsun. İstasyonu çək. Sağ olun. Dan. Uzun ödemesi yerleşsin video. Bu yerə çək görək. Alğa bırak. Maylazımızı bağlayaq da. Ağsaqqal koleksiya haqqında danışıb, söhbət edib. Azdan çoxdan özümüzdə 2-3 dərsi görmüşük. Toyda olmuş. Ağsaqqal sən hər evə sənin üçün bir ağsaqqal lazımdır belə cavanlara ailə günləri təylə söhbət eləsin ki, atanı, ananı yadına çıxartmasın. Elə bunu şəxsən işirik sizin sağlığınıza. Allah sənə kimi ağsaqqalı hər evə qismət eləsin. Ağsaqqalsız ev elə bir ev deyil. Hər evə bir ağsaqqal lazımdır. Sənə də ağsaqqallıq təhsil eləməsin. Elə içək sənə sağlıq. Sağ ol. Hadi sağ ol. Götür. Başa açır. Ne yemişsin bilmiyorum. Bir de atır gruba değilsen geliyorum. Sözün üstü açılıb. Bu Elmarın bir sözünü soruşaq. Biz o vaxt təzə tanış olmuşduq Elmarla. Elmar gəldi şəhərə. Gəldi 2-3 gün qaldı burada. Getdi. Sabah üçün bir də qayıtdı gəldi. Ha soruşduq nə məsələdir? O da deyəsən evdən uzaqlaşmışdı bu. Ola bilər elə şey. Azık eləyib heç böyle. O mən o qədər sevgi heç birinə dəyişəm. Yox, Rekord de nöqtə. Bize başka Şimdi ben belə vedra lazım zaten. İndi bir də tərləyəcəklə dedin. Təzə tərdən qurtarmışdın. Eline böyle bir gündən qismət eləsin. Düzdür. İçimizdə subay olanlar var. Ailədə yani yaşı böyük. Öykü müəllim burada, Elmar müəllim, Akif qardaşım, Sərmən oğlum, subay dövlətlərimiz. Gün olsun subaylara da ailə qismət eləsin. Hər ocaqda belə bir nəvələrdən qismət eləsin ki, Amin. çörəkləri gündəlik davamlı kəsək bir yerdə olar. Allah xoşbəxt eləsin. Atan Allah böyüsün. Sağ ol. Sağ olun. Çok sağ ol kardeş, çok sağ ol. Teşekkürler. Benden olmak olsun. Sağ ol. Sağ ol. Deyilən sağ ol. Bunu dayandır.